Şeydi da o, müşterinin maşını koymuşuq ora. Deyir, mənim maşınım necə gəldi? Deyir, buradadır. Xəbər verdiyimiz kimi, ötən il çox sayda vətəndaş tərəfindən Sənan Əsədzadənin xaricdən avtomobil gətirməyi adı ilə onlardan vəsait alıb, maşınları gətirmədiyi ilə bağlı şikayətlər yayılmışdı. Daxili İşlər Nazirliyinin 2025-ci ilin noyabrında yaydığı məlumata görə Sənan Əsədzadənin vətəndaşlara qarşı ümumilikdə 412 min dollarlıq dələduzluq etdiyi məlum olmuşdu və onun barəsində beynəlxalq axtarış elan edilmişdi. Bir xəbər media bizim mediaya istinadən xəbər verir ki, Sənan Əsədzadə dünən Misirin paytaxtı Qahirə şəhərində saxlanılıb. Qeyd edək ki, 27 yaşlı Sənan Əsədzadə barəsində ümumilikdə 17 epizod üzrə cinayət işi açılıb. Məlumat paylaşıldıqdan sonra sosial şəbəkələrdə xəbərin şərh bölümünə yazılan rəylərdən də məlum olur ki, Əsədzadənin dələduzluq əməllərindən ziyan çəkən onlarla vətəndaş var. Bir xəbər media qısa bir araşdırma etdikdən sonra məlum olub ki, vətəndaşlardan maşın gətirmək adı ilə alınan pullarla Sənan və ətrafı əməlli başlı istirahət edirmiş. Zərər çəkənlər isə həbs olunan iş adamından verdikləri vəsaiti tələb edirlər. Məsələ diqqətimizdədir.